Ramiz Mehdiyev bu vəzifəyə gətiriləndən sonra, yəni prezident administrasiyasına rəhbər gətiriləndən sonra onunla təmaslar olubdur, özü kifayət qədər təmaslar olubdur. Amma ümumilikdə bir şey deyim də Ləman xanım, bu adam haqqında mənim xatirələrimi bir neçə cümlə ilə soruşmaq istəsəniz, o adamın mənim həyatımda ancaq qara izlər buraxıbdır. Şəxsən mənim həyatımda qara izlər buraxıbdır. Mən indi hörmətli tamaşaçılarımız, mən bu hadisə baş verəndən, yəni Ramiz Mehdiyev haqqında həbs qəti imkan tədbiri seçiləndən sonra bütün mətbuat danışır, hər yerdə yazırlar. Bəli, bizə qınayırlar, hamını da qınayırlar ki, niyə indiyə qədər danışmır? Gedənin dalısıca danışırlar, amma gedənin dalısıca danışmır. Mən ondan birbaşa təmaslarım olub və necə bilirəmsə ona cavablar da vermişəm, sözümü də demişəm. Yəni və bunun da müqabilində onunla bir, belə deyək, pərdə arxasında bir ciddi bir düşmənçilik olubdur və o düşmənçilik də mən hətta vəzifədən gedəndən sonraki dönəmlərdə də belə davam edəcək.